Dostlar, bugün moped videosu çəkməyə qərar verdim. Dostum təzə moped alıb, istədim bunu sizlə bölüşüm. Mənim üçün çox maraqlı oldu, dedim bəlkə sizə də maraqlı olar. Əgər maraqlıdırsa, izləmədə qalın. Mopedimiz elektriklidir. Deməli, polnu zaryadka ilə hardasa 140-150 km yol qət eləyir. Daha ətraflı birazdan dostuma suallar verəcəm, o cavablandıracaq. Dedim, bəlkə mopeddən çox it maraqlı olar. İtin adı Luni'dir. Çox ağıllı itdir. İtimizin də kaskası var. Birazdan onu da göstərəcəm sizə. Rəsul, xoş gördük sənin videomuzda. Xoş gördük. Mən də hamını salamlayıram sənin izləyiciləri. Çox sağ ol. Əleyküm salam. Rəsul, deməli bizə bu moped haqqında məlumatlar ver. Mənim məlumatım yoxdur deyə dostlarımızı məlumatlandıra bilmədim. Bu moped haqqında məlumat belə deyək də 2025-ci ildə yeni almışam, noyabrda sifariş vermişdim. 1200 wattdır, elektrik təkərdir belə deyək. 1.6-2 at gücünə bərabərdir təxminən aşağı-yuxarı. Bütün hər şeylə təchiz olunub. Rahat şəkildə 160 km, 150 km yol gedir, belə deyək, 140-160 arası. Yəni hava şəraitindən, yolun səthindən asılı olaraq dəyişir. Əlavə olaraq 2 bagajı var. Bu üzərində gəlməmişdi. Bunu sonradan, yəni sifarişlə üzərinə qoydurmuşdum. Gəldi burada üzərinə belə deyək, almışdım. Yəni paketin içinə qoymuşlar, göndərmişdilər. Hər nəysə ki, əlavə olaraq avadanlıqlar quraşdırmışam, özüm kameralar filan. Bir çox adama lülkası təbii ki maraqlıdır. Və mən də burada itimlə... Bu da Rəsulun kanalının adıdır. Dox Azərbaycan. Dox Azərbaycan, bəli. Belə, əlavə nə sualınız var, deyin, mən məlumat verim o haqda. İtimizin kaskasını göstər. Göstərək. Deməli, itimizin belə bir qulaqlı kaskası var. Askısı da olmalı deyəsən. Hə, var. Askısını da göstər. Bu da onun askısıdır. İstəyirsinizsə sizin xətrinizə elə bir dənə taloni. İstəyən, sidi. Sidi bala. Sidi. Gözlə. Gözlə. Görün nə qəşəng qaldı. Sizi inandırım ki, it də mopeddə çox rahat yanır. Luni, bax. Luni. Deməli, bizdə burada 3 hərəkət sürəti var. Yəni, başlayırsan birdən, əgər istəyirsənsə, misal üçün ki, 60-70 bu aralıqda geçsin, birlə rahat şəkildə getmək olur. Biraz 70-i keçsin, ikinci sürətə atmaq olur. Artıq 85-90-la idarə etmək üçün rahat şəkildə 3-ə basıb, gedə-gedə fərqi yoxdur, yerində rahat şəkildə keçirdə bilirsən. Burada sürətlər qutusu deyil də, belə deyək, sadəcə olaraq bir dənə təkərdir, elektron təkərdir, yəni və onun tənzimliyir. Nəysə ki, İşıqlardan bizdə yaxın və uzaq işıqlar mövcuddur, LED mövcuddur. Əlavə olaraq burada əldə, belə deyək, əl torumuzu deyirlər, ruchnoy mövcuddur. Dartdın, rahat şəkildə saxladın və salam. Mənim A kateqoriyam olmadığına görə mopedi Rəsul sürəcək. Mən qıraqdan çəkərəm, görün qıraqdan necə görsənir. Bəli, qayda-qanuna riayət etmək məqsədi ilə təbii ki. Sürməyi çox rahat, yəni çətin bir şey yoxdur. Avtomatdır, elektriklidir. Rəsul, sən sürüb bir dənə çəkər, görə necə görsənir. Gedək. İtin kaskasını da tax. Yaxşı. Sicək. Çəkilişimizi sizin üçün edirik. Necədir? Ne güzel Luni.
Kadrlar hamısı sizin üçündür ki, hamısı videomuz gözəl alınsın. Qəşəng bir video çıxardaq ortaya Allahın köməkliyi ilə. Dostlar, gördüyünüz kimi görüntü çox möhtəşəmdir. Ətrafdan hamı maraqla baxır. Yəni şəxsən mənim də xoşuma gəldi. İnanıram ki, sizin də xoşunuza gələcək. Kimə nə maraqlı olsa, hansı sualı vermək istəsə, ola bilər ki, mən həmən sualı rəsva verməmişəm, o cavablandırmayıb. Hansı sualı vermək istəyirsə, sualı verin, cavablandıracağam hamısını. Sağ olun, gələn görüşlərə dək.